Qida Təhlükəsizliyi Agentliyinin erkən kəsmə son layihəsinə dəstək genişlənir. Tanınmış ictimai xadimlər, elm adamları, beynəlxalq təşkilatların nümayəndələri təşəbbüsə qoşularaq çağırış edirlər. Layihəyə qoşulanlar quzuların erkən kəsiminin qarşısının alınmasının vacibliyini müxtəlif aspektlərdən əsaslandırırlar. Animals form a crucial part of human food. Heyvanlar qida sistemlərinin mühüm tərkib hissəsini təşkil edir və süd məhsulları, eləcə də ətin təmin olunmasında rol oynayır. Bununla belə, hər gün çoxlu sayda heyvan böyümək, nəsil vermək və ya istehsal dövriyyəsinə tam şəkildə töhfə vermək imkanı əldə etmədən kəsilir. Erkən kəsim yalnız qida ilə bağlı deyil, bu eyni zamanda vaxtın düzgün seçilməsi məsələsidir. Heyvanlara yetkinliyə çatmaq imkanı verildikdə, onlar daha sağlam nəsil yetişdirilməsi, daha yüksək qida dəyərinin təmin olunması, daha güclü və daha dayanıqlı sistemlərin formalaşdırılması və ümumilikdə keyfiyyətin yaxşılaşdırılmasına daha güclü töhfə verə bilirlər. Biz yalnız nə istehlak etdiyimizlə bağlı deyil, həm də hansı qərarları qəbul etdiyimizlə bağlı seçim imkanına malikik. Daha uzun müddətli dayanıqlığı seçməyimiz bizi daha yaxşı nəticələrə doğru istiqamətləndirə bilər. Qeyd edək ki, erkən kəsimə son layihəsinin məqsədi damazlıq potensialının artırılması, idxaldan asılılığın azaldılması, əhalinin maarifləndirilməsi və sağlam qidalanma vərdişlərinin təşviq edilməsidir.